Parlament seçkilərinə bir aydan da az vaxt qaldığı günlərdə Ermənistanın baş naziri Qarabağ heç vaxt bizim olmayıb bəyanatı ilə çıxış eləyib. Mən həlak olanların ruhunu təhqir etmək istəmirəm. Tutaq ki, həmin ərazilər bir neçə generalın nəzarətində olub. Bəs orada nə etmişik? Buğda əkmişik. Nikol Paşinyan Qarabağ hərəkatının ermənilər üçün fatal səhv olduğunu deyərək, erməni cəmiyyətini real Ermənistan sərhədləri ilə kifayətlənməyə çağırıb. Bəs Ermənistan cəmiyyəti Qarabağdan imtina etməyə hazırdırmı? Hakim partiyanın liderinin bu bəyanatları seçki nəticələrinə necə təsir göstərə bilər? Əslində bu suallara cavab tapmağa çalışıb. Ermənistanın baş naziri Nikol Paşinyan seçki təbliğatını onu sərt tənqid edənlərlə polemikaya girməkdən çəkinməyərək aparır. Burada bir vətəndaş ona yaxınlaşıb deyir ki, o Qarabağı Azərbaycana təslim eləyib və 5000 gəncin ölümündə əsas günahkardır. Paşinyan da əvvəlcə 5000 rəqəminin şişirdildiyini deyir, sonra da əlavə eləyir ki, Ermənistan məhz qurbanlar hesabına müstəqillik və demokratiya əldə eləyib və onun kimi vətəndaşlar indi gəlib belə sözləri baş nazirin üzünə deyə bilirlər. Bugün bizdə demokratiya var. 15 il qabaq belə şey desəydiniz, sizi tualetdə döyə-döyə öldürərdilər. Baş nazir seçki kampaniyası dövründə belə polemikalara çox girib. Bu günlərdə Sünik vilayətinin Kornizor kəndində əhali ilə görüşü zamanı oponentlərinin Qarabağda torpaq itirilməsi ilə bağlı ittihamlarına cavab verən Nikol Paşinyan deyib ki, deyirlər biz torpaq itirmişik. Bu torpaq necə bizim ola bilərdi? İzah eləyin, necə bizim ola bilərdi? Mən həlak olanların ruhunu təhqir etmək istəmirəm. Tutaq ki, həmin ərazilər bir neçə generalın nəzarətində olub. Bəs orada nə etmişik? Buğda əkmişik? Biz orada məktəb mi tikmişik? Ya uşaq bağçası açmışıq? Yaxud zavod mu tikmişik? Orada yaşayışımız var idimi? Məskunlaşma var idimi? Ora necə bizim ola bilərdi? Ora bizim deyildi. Həmin gün baş nazir erməniləri daha böyük vətən arzulamağı dayandırmağa çağıraraq, xəyallarımızın vətəni Ermənistan Respublikasıdır. Biz artıq qaçqın deyilik və Ermənistan erməniləri, Qarabağ erməniləri və bütün dünya Ermənistanda məskunlaşmalıdır, deyə erməni xalqına müraciət eləyib. Onun bu çıxışı həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş əks-səda doğurub. Avronews kanalı diqqəti Paşinyanın açıqlamalarını məhz Avropa Siyasi Birliyinin və Ermənistan-Avropa Birliyi sammitindən sonraya təsadüf etməsinə yönəldir. Yazır ki, Avropa liderləri Ermənistanın 10 illiklərlə davam edən münaqişədən sonra Azərbaycanla sülhün qurulması istiqamətində qətiyyətlə Avropa yönümlü kurs qəbul etdiyi mesajını beynəlxalq ictimaiyyətə, xüsusən də Rusiyaya çatdırıblar. Bu arada fevralın əvvəlində Beynəlxalq Respublika İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə cəmiyyətdə Avropa gələcəyi ideyası populyarlıq qazanmaqdadır. Rəy soruşulanların 51%-i referendum keçiriləcəyi təqdirdə Ermənistanın Avropa Birliyinə daxil olmasına səs verməyə hazırdır. Paşinyanın seçki kampaniyası da göstərir ki, o təbliğatı sülh və müharibə dilemması üzərində apararaq ölkəsinin Cənubi Qafqazda sülh kontekstində Avropa yönlü gələcəyini və bunun Ermənistan, Azərbaycan və bütün region üçün geniş iqtisadi imkanlar açdığını təbliğ eləyir. Baş nazir cəmiyyəti ciddi seçimlə üz-üzə qoyur. Ya onun siyasi qüvvəsi qəti qələbə qazanaraq konstitusiya islahatlarına başlamaq üçün parlamentdəki yerlərin 2/3-ni təmin eləyəcək, ya da özünün dediyi kimi bu ilin sentyabr ayında Ermənistanı yeni bir müharibə gözləyir. Siyasi ekspertlər hesab eləyirlər ki, islahatın əsas məqsədi konstitusiyanın preambulasından 1990-cı il Ermənistanın müstəqillik bəyannaməsinə istinadı çıxarmaqdır. Bu bəyannamə Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qətnaməyə əsaslanır. Ötən ilin noyabrından isə Ermənistanın milli simvollarından biri və erməni kimliyini əks etdirən Ararat dağının şəkli sərhəd xidməti möhürlərindən götürülüb. Baş nazir mövcud vəziyyəti sərt şəkildə izah eləyərək, bütün bunların aradan qaldırılmadığı halda Azərbaycanla yeni müharibəyə səbəb olacağına vurğu edir. Paşinyan çıxışlarında əminliklə deyir ki, adi insanların həyatını təhlükəyə atmağa hazır olan siyasi qüvvələrin ambisiyalarına görə xalq özünün yeni müharibəyə cəlb olunmasına imkan verməyəcək. Statın sonu. Azadlıq Radiosunun Ermənistan cəmiyyəti Qarabağ ideyasından imtina etməyə hazırdırmı sualına cavab verən politoloq Ruben Mehrabyan deyib ki, baş nazirin bu bəyanatları müasir Ermənistan dövlətçiliyinin siyasi paradigmasının hərtərəfli yenidən nəzərdən keçirilməsinin bir hissəsi kimi qəbul edilməlidir. Artıq belə bir aydın anlayış mövcuddur ki, beynəlxalq səviyyədə tanınmış sərhədləri, onların toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində Ermənistan dövlətçiliyi mümkündür və özü-özlüyündə dəyərlidir. Məsələnin bu şəkildə qoyulmasında prioritet Türkiyə və Azərbaycan kimi problemli qonşularla dinc yanaşı yaşamaq, əməkdaşlıq və mehriban qonşuluq, eləcə də keçmişə deyil gələcəyə diqqət yetirməkdir. Bəli, bu hazırki çərçivədə çətin bir məsələdir və Ermənistan cəmiyyətinin bütün təbəqələrində, o cümlədən Ermənistan diasporunun icmalarında bu müzakirələr aparılmaqdadır.
Əgər qeyd etdiyiniz Qarabağ ideyası Qarabağın qaytarılmasını nəzərdə tutursa, qeyd etdiyim kimi müstəqil və suveren Ermənistan dövlətçiliyinin gücləndirilməsinin prioriteti tarixlə hesablaşmaq üzərində deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlərə əsaslanan münasibətlərin qurulmasına söykənir. Və mənim fikrimcə Ermənistan cəmiyyətinin əksəriyyəti məhz bu baxış bucağını bölüşür. Lakin bəzi erməni politoloqlar hesab edirlər ki, xalq islahatları məqsədə uyğun hesab etsə belə, xarici təzyiq altında verilən qərarları bəyənmir. Hökumətin tənqidçiləri və Rusiyapərəst müxalifət baş nazirin kursunu təslim olmaq və milli maraqlara xəyanət kimi qiymətləndirir. Müxalifətin mövqeyi bundan ibarətdir ki, hökumət sadəcə olaraq Azərbaycanın ultimatumlarına əməl eləyir və Bakı sülhün bağlanması üçün gələcəkdə daha çox güzəştlər tələb eləyəcək. Siyasi təhlilçi Arek Koçinyan Paşinyanın seçici bazasının yaşlı nəsildən ibarət olduğunu, gənclərin isə əsasən müxalif düşüncəli və postmodern əhval-ruhiyyədə olduğunu hesab eləyir. Paşinyanın məntiqi budur ki, Ermənistan daxilində Rusiya əleyhinə əhval-ruhiyyə onun seçki reytinqinə əlavə təkan verəcək qədər güclüdür. Bu xarici siyasət kursu seçki dəstəyini artırmağa yönəlmiş daxili siyasi strategiya ilə birləşdirilir. Erməni siyasi təhlilçilər arasında belə bir fikir də var ki, baş nazir cəmiyyətdəki əhval-ruhiyyəni bilmədən seçki öncəsi belə riskli bəyanatlar verməzdi. Onlar məhz seçkilərə sayılı günlər qalmış baş nazirin yenidən Qarabağ məsələsini belə sərt şəkildə qoymasını Ermənistan cəmiyyətinin, o cümlədən də seçicilərin ovqatından məlumatlı olması ilə əlaqələndirirlər. Yəni bu mövqeyi ilə seçki kampaniyası aparıb və prosesi udaraq Paşinyan erməni cəmiyyətinin seçimini təsdiq etməyə və legitimləşdirməyə çalışır. Başqa sözlə Paşinyanın seçkiləri udduğu halda bu həm də onu göstərəcək ki, Ermənistan toplumunun böyük hissəsi üçün Qarabağ mövzusu artıq qapanıb.